Maşdağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb. Oxaz xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib. Arzu etdikləri tədbirdə onların müvafiq peşəyə yönləndirilməsi istiqamətlərində də lazımi tədbirlər görüləcək. İstintaq prosesi davam etdiyi üçün hadisənin detalları ilə bağlı əlavə məlumatın verilməsi zəruri hesab edilmir deyə o qeyd edib. Xatırladaq ki, aprelin 16-sında saat 20:00-da 2008-ci il təvəllüdlü və 2007-ci il təvəllüdlü qızlar paytaxtın Məşdağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıkları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar 10 gün sonra tapılıblar.